İrandakı rejimi, belə deyək, İsrailə görə. Bizim üçün İran dövlətdir. Sözsüz. İsrailə görə İranda rejim var. İrandakı rejimi İsrail faktını qəbulləmir. İsrail dövlətini isə İranın dövləti bizə görə yenə İsrailə görəsə indiki rejimi qəbul etmir. Amma şah BMT-nin beynəlxalq hüquqla hər ikisinin suverenliyini, o ayrı, bu məsələ onda deyil. Yəni yenə deyirəm, bu iki bir-birini tanımayan dövlət arasında hansısa razılaşmadan bəhs edir. Bu elə Hamasla İsrailin ateşkəsinə bənzəyən bir şey ola bilər. Amma indi təbii ki, əgər Amerikanın hələ bir sözünün keçərliyi qalıbsa, dursun, təmin eləsin. Əgər şeydirsə, indi bugün Trump'ın belə görünür ki, bu potensialla İrandakı rejimi dəyişmək mümkün deyil. Çünki tez-tez Xameneyinin fiziki olaraq aradan götürülməsindən danışırdılar, rejimin çöktürülməsindən danışırdılar. Mən açıq deyirəm, mənim də fikrimcə İsrail dövlətinin etdiyi beynəlxalq hüququn bütün normalarının pozulmasıdır, açıq deyir. Yəni, İrandakı bugün hakimiyyət, biz sevsəydik, sevməsəydik. Bugün Azərbaycanı, dövlətimizin, vətəndaşlarımızın %80-i İrana olan münasibətini açıq ifadə edəcək. Məsələ onda deyil. Amma İran Hamas deyil. İran Fələstin muxtar dövləti deyil. İran bir dövlətdir. Və bu dövlətin indiki rejimi bütün dünya tərəfindən fakt tanınıb, Amerika xaric deyək ki. Amma İngiltərə tanıyıb məsələn. Elə olmasaydı bugün İngiltərənin İranda səfirliyi olmazdı, doğru deyilmi? Və İranın İngiltərədə səfirliyi olmazdı. Yəni, bu dövləti tanıyırsa, bunun rəsmi strukturlar var. Onlardan biri baş qərargah rəisidir, deyək ki, biri, nə bilim, Sepah hər nə qədər bizim üçün mürtəci, mənim üçün də bir qurum tanınsa da, oldu, rəsmi orqandır. İran konstitusiyasında yeri var. Birbaşa da şeyə tabidir. İranın ali dini rəhbəri. Ali dini rəhbərinin özü İranın konstitusiyasında 100-119-cu maddələrlə təsbit olunan bir vəzifədir. İran konstitusiyasında konkret olaraq. Yəni, bunlar rəsmi şəxsləri bir terror təşkilatı üzvləri kimi aradan götürmək beynəlxalq hüququn bütün normalarının pozulmasıdır. Gəlin açıq deyək, bütün normalarını. Yəni, bu müharibə qaydalarının da pozulmasıdır. Amma sən onun İsrailin məsələ onda deyil. Müstəqilliyini tanımayanda, İsraili yer üzündən siləcək deyəndə, təbii ki, o səndən terror təşkilatı kimi davranacaq. Mən də o deyirəm ki, mən də indi qaydıram ora. Biz əvvəlki şeyi qaydıraq axı. Siz mənim sözümü kəstiniz. Buyurun. Və mən axı dedim ki, iki bir-birini tanımayan bir dövlət. Biri nə onu dövlət kimi tanıyır, o biri də rejimin rəsmiyyətini tanımır. Sizcə bunların arasında nə adaşkəsi olacaq? Ona görə də açıq deyək, biraz Pandora qutusunu açıblar. Mən indinin özündə də bunların ikisi arasında hər hansı böyük bir savaşın olacaq gündür. İsrailin İranla böyük savaş etməyə şeyi yoxdur. Gücü nə mənada yoxdur? Fiziki gücü yoxdur. Əlbəttə. Silahlı gücü var bəlkə də deyək ki, amma İsrailin öz əhalisi 10 milyonu gücəmsə, İranın 80 milyondur. Yəni, bugün İsrail bu əlaqə də yoxdur. Və yaxud da sən desantları olur. Biz gəlin verin, bizim qulağımıza bəzi şeylər çatır. İsrailin ümid elədiyi budur ki, xüsusən İranın Fars əhalisi, Fars dilli əhalisi arasında şah tərəfdarlarının sayı artıb. Şah tərəfdarlarının fikrincə İranda inqilabı türklər eləyib. Və bugün İranda əsas söz sahibi türklərdir. Fars dilində danışan türklər. Biz də onları tutaq ki, bizim millətçilər də onları çox elə ürəkləri getmir onlardan ötürü. Bu bir növ, məsələn deyək, Vahid Ələkbərov necə Azərbaycanlıdırsa, mən də bir o qədər də Kambodjiyalıyam. Yəni, həqiqətən. Vaqif Hüseynə Vyetnamlı deyə bilərsiniz. Vahid Ələkbərova uzaqbaşı Azərbaycan əsilli deyə bilərsiniz. Amma Vahid Ələkbərov Rusdur. Rus dilində danışan, uzaqbaşı mən bir demə Kürdəmir rayonundan da əsli nə olsun ki? Nə fərqi var? Yəni, bugün söhbət ondan getmir. Yəni, bugün İranın oradakı şeylərin də bəziləri, bilmək istəyirsinizsə, Azərbaycan əsilli olmasına rəğmən, əminəm ki, onların bir çox öz dillərini belə bilmir. Doğma dillərini, uzaqbaşı anaları ilə danışa bilərlər. Amma bugün, yəni İranın 80 milyonluq əhalisi, yəni amma Fars dillilər hələ də onlara türk gözü ilə baxır.